Gürcüstan hökumətinin başladığı itlərin həddindən artıq çoxalmasının idarə olunması proqramı çərçivəsində Komokarti bölgəsində, daha dəqiq desək, Marneolidə bələdiyyələr arası heyvan sığınacağı yaradılacaq. Layihə Milli Qida Agentliyi tərəfindən həyata keçirilir. Regionun 7 bələdiyyəsinə xidmət göstərəcək. Onun icrası ilə bağlı bugün Marneoli bələdiyyəsi ilə Milli Qida Agentliyi arasında memorandum imzalandı. İmzalanma mərasimindən sonra tərəflər tikinti üçün seçilmiş əraziyə baxış keçiriblər. Lakin layihə ilə bağlı yayılan məlumatlar cəmiyyətdə müxtəlif reaksiyalara səbəb oldu. Əhalinin bir hissəsinin narazılığı sığınacağın Qızılacılı kəndinin yaşayış ərazisinin yaxınlığında yerləşdiriləcəyi ilə bağlı fikirlərlə əlaqədar idi. Məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunurdu. Lakin yerli hakimiyyət orqanlarının açıqlamasına görə seçilmiş ərazi inzibati baxımdan Qızılacılı kəndinə aid olsa da, birbaşa yaşayış məntəqəsindən təxminən 1,5-2 kilometr məsafədə yerləşir. Düzdür, bu Qızılacılı İnzibati Vahidliyinin ərazisində tikilir. Sadəcə olaraq bura daha da artıq demək istəyirəm ki, Tetritsxaroya gedən yolun yaxınlığındadır. Xalqdan da xeyli aralıdır. Və eyni zamanda vurğulamaq istəyirəm ki, bu çox sevindirici haldır ki, burada Marneoli bələdiyyəsində sırf sahibsiz heyvanların sığınacağı tikilir və niyə? Çünki ilk növbədə bu bizim Marneoli sakinlərimizin təhlükəsizliyinə görədir və eyni zamanda sahibsiz heyvanlar, itlər olsun və yaxud başqaları, onlar da bir canlıdırlar və onlara qarşı human rəftar vacibdir. Bu ərazi mütəxəssislərin məsləhəti ilə seçilib. Bölgənin hər 7 bələdiyyəsi üçün əlverişli və uyğundur. Sığınacaq mövcud qanuna uyğun olaraq bütün şərtlərə cavab verən ərazidə inşa olunur. Sığınacağa daxil edilən heyvanlar cinsiyyətinə görə erkək və dişi heyvanların reproduktiv qabiliyyəti cərrahi yolla aradan qaldırılacaq. Sonradan onlar ümumi siyahıya qeydiyyata alınacaq. Qulaqlarına nişan vurulacaq. Bundan əlavə heyvanlar quduzluğa və digər xəstəliklərə qarşı peyvənd olunacaqlar. Ərazidə sığınacaq, ambulatoriya, dayanacaq və digər lazımi obyektlər inşa olunacaq. Marneoli şəhərində 12-ci əsr şairi Nizami Gəncəvinin zədələnmiş abidəsi üzərində bərpa işləri aparılır. Bələdiyyənin məlumatına görə bir neçə həftə əvvəl naməlum şəxslər tərəfindən mədəni əhəmiyyətə malik obyektə ziyan vurulduqdan sonra abidənin bərpasına başlanılıb. Restavrasiya prosesini Marneoli bələdiyyəsinin meri Dav İsmailov yerində izləyib. İşlərin gedişi zamanı mer vandalizm faktını pisləyərək belə əhəmiyyətli abidələrin qorunmasının və saxlanılmasının vacibliyini vurğulayıb. Nizami Gəncəvi 12-ci əsrin görkəmli şairi və mütəfəkkiridir. Hal-hazırda qeyd etmək istəyirəm ki, Marneoli meriyasının aktiv şəkildə iştirakı ilə və Gürcüstan Azərbaycanlılar Konqresinin dəstəyi ilə bu monumentin bərpası davam edir və qeyd etmək istəyirəm ki, bu kimi hallar gələcəkdə də mən istəyirəm ki, qınanılsın. Bizim hörmətli rəssam bizə müraciət elədi bu haqda ki, bu işi, bu misiyi öz üzərinə götürmək istəyir Qəşəm müəllim Süleymanov. Əli İsayev, o da Tiflisdə yaşayır, arxitektordur. İndi bir-iki günə o da qoşulacaqdır bura bərpa işlərinə. Daur bəy İsmailovla söhbət elədik bu haqda, o da təşəkkür elədi. Təşəkkür elədi ki, belə bir misiya öz üzərinə götürübsə və o da əvvəlcədən Qəşəm müəllim onu da bəyan elədi ki, heç bir pula, heç bir vəsaitə ehtiyacı yoxdur. Marneolidə məktəb şagirdlərinə qarşı hədə-qorxu və qorxutma faktı ilə bağlı bir nəfər saxlanılıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayından etibarən məktəb yoldaşını mütəmadi olaraq qorxudaraq və fiziki zorakılıqla hədələyərək ondan pul və qiymətli əşyalar tələb edib. Həmçinin müəyyən olunub ki, zərər çəkmiş şagird müxtəlif vaxtlarda saxlanılan şəxsə 1350 lari və 10.000 lari dəyərində qızıl zinət əşyaları verib. Bu cinayət əməli 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Mestiya bələdiyyəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən axtarışlar nəticəsində əlavə 76 ədəd sözdə mayner avadanlığı müsadirə edilib. Enerji resurslarından istifadə qaydalarının pozulması faktları ilə bağlı hüquq mühafizə orqanları tərəfindən ümumilikdə 330 ədəd belə avadanlıq götürülüb. Hüquq mühafizə orqanları cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi və onlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsi məqsədi ilə intensiv istintaq tədbirlərini davam etdirirlər. Bu cinayət əməli 3 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.